Neçəyə də atla gəzmək? 2 nəfərə 140 manatdır. Və yaxşı zaqar eləmək olar ha. Yavaş-yavaş, tələsmədən. Qaçma. Amma mən sizə bir söz deyim, yeməkləri çox dadlıdır. Hamıya salamlar. Bugün biz bir günlük Qubada yerləşən Aysu otel və restoran olan istirahət mərkəzinə gəlmişik. İndi biz həmin məkana çatırıq. Əzizlərim, baxın, bizi belə 2 nəfərlik kotej gözləyir. Qiyməti 2 nəfərə 140 manatdır. 3 dəfə qidalanma ilə. Baxın, belə bir otaqdır. Kondisioner, şkaf, kravat, televizor, smart, hər şey tutur. Əladır. PlayStation kimi qoyublar. Xolodilnik, tifal, çay, kofe. Oradan çıxırsan, orada da otura bilərsən. Meşəliyin içində çox qəşəng. Kondisioner vurur, sərin. Baxın, burada da vanna otağı var. Təmiz, səliqəli. Bir neçə otaqlı var və otaqlara görə də qiymət dəyişir. Bir də var belə bir variant, yəni bir dəfə qidalanma ilə 100 manat gəlir çıxır 2 nəfərə. Baxın, çox gözəl, səliqəli. Burada 3-4 nəfərlik kotejlər də var. Təəssüf ki, insanlar olduğundan mən oranı çəkə bilmədim. Burada da balaca uşaqlar üçün qalok eliblər. Onlarla da meşədə gəzə bilərsiniz, sürə bilərsiniz özünüz üçün. Bunların dəqiqəsi 2 manatdır. O məşhur göbələklər budur. Burada da bar, coffee shop var. Kofe içə bilərsiniz, içki içə bilərsiniz. Dondurma da satırlar. Kimin ürəyi istəyir, alıb yeyə bilər. Bura hələ təzə məkandır, çünki təzə açılıb, təzə istifadəyə verilib, hələ biraz işləri var. Bizə dedilər ki, hələ genişlənəcək burada işlər, yaxşı olacaq hər şey. Ərazi elə də böyük deyil, amma rahatdır. Çox şirin bir yerdir. İstəyən gəlib burada da yeyə bilər. Çay içə bilərsiniz, yemək yeyə bilərsiniz. Çox əla atmosfera var. Hava da bəxtimizə çox gözəldir. Deyirlər birazdan sərin düşəcək amma. Olsun da, sərin yaxşıdır. Gələcəkdə burada şəlalə ola bilər. Çünki daşları elə qoyublar ki, mənə dedilər ki, gələcəkdə burada basen də olacaq. Hələ ki təmizlənməyib, ona görə ki təzə açıblar, təzə istifadəyə veriblər buraları. Ona görə. Çicik göyşə də var.
əzizlərim, Aysu restoranına gəlmişik və ora daxildə 3 dəfə qidalanma, deməli qidalanma da baxın çox gözəl məzələr var. İndi kebab seti gələcək. Dadlarını da baxıb deyərəm sizə. Baxın da rayon yeridir. Rayon ətidir. Dadlı olar. Baxın, çiğ köftəyə qədər verirlər. Kebabımız da gəldi. Nuş olsun. Hə, əzizlərim, günorta yeməyimizi yedik. Çox xoşumuza gəldi, çox dadlı idi. Dadlıydı. Hamının xoşu gəldi. Hər şey ümumiyyətlə çox gözəldir burada. Hələ sizə gözəllikləri göstərməyə davam edəcəm. Buradan su da içə bilərsiniz. Bura Qusar rayonunun Gələdüz kəndidir. Çox sakit və mənzərəli bir kənddir. Dağların demək olar ki, ətəyində yerləşir. Bura Aysu Village'ın girişidir. Tam kəndin içində yerləşir. Bu da terasdan görüntüdür. Akşam vaxtı çay dəstgahı, ağ gilas mürəbbəsi ilə. Hə? Buna baxın, necə eləyiblər, elə bil ki, qız uzanıbdır. Oy, burada at da var. Kim istəsə gəzə bilər atla. Neçəyə də atla gəzmək? Kruğda 5 manat. Bir kruq 5 manatdır. Akşam yeməyimizi terasda yeməyə qərar verdik. Hava çox gözəldir. Ətraf da gözəldir. Görək bizə nə verəcəklər yeməyə. Bu da bizim şam yeməyimiz. Tabaka toyuq, salat, turşu, süzmə, pendir, çörək və limonadımız. Amma mən sizə bir söz deyim, yeməkləri çox dadlıdır. Super. Çox razı qaldım. Əladır. Xoşuma gələn məqamlardan biri də oldu ki, hara baxırsan yaşıllıqdır, dağlıqdır. Demək olar ki, təbiət möhtəşəmdir. Sabahınız xeyir əzizlərim. Səhərimiz açıldı. Axşam rahat yatmışıq, sərin idi. İndi isə bizə kahvaltı gətiriblər. Səhər yeməyi. Bal, hamam, pendir, yağ, omlet, çörək, şokolad yağı, mürəbbə, yumurta və çayımız var. Nuş olsun.
Hava da çox günəşlidir bugün. Çıxmışam terasa. Burada yaxşı zaqar eləmək olar ha. Gələcəkdə isə, yəni bu yayın sezonuna yaxın burada basen olacaq. Təmizlik işləri gedir. Kiminsə qəşəng bağıdır. Bol-bol meyvə ağacları var. Əsas da bu məkanda xoşuma gələn nə oldu bilirsiniz? Buranın səliqəsi və təmizliyi. Qulluq da ki öz yerində. Sağ olsun buranın işçiləri çox diqqətçil, çox yaxşı qulluq elədilər. Servisləri əladır. Çox xoşumuza gəldi və çox razı qaldıq. Millət keyf eləyir, dincəlir. Turla gələnlər gəlib burada səhər yeməyi yeyirlər, dincəlirlər. Mən sizə deyim, təzə yer olsa da tanınmış yerdir. Çünki 2 gün ərzində insanlar aşıb daşır burada. İndi siz mənə deyin, gələrdiniz burada dincəlməyə. Sağ olun. Gələn görüşlərə dək.